Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli müəllimlər üçün, sizlər üçün növbəti mövzunun izahını qeyd edəcəm. Bildiyiniz kimi, taksonomiyanın idraki sahəsini sizlər üçün izah edib göndərmişdim və digər sahələrini də izah edəcəm. İlk olaraq emosional taksonomiya, yəni affektiv taksonomiyadan söhbət gedir. Onun izahını qeyd edirəm. Deməli, ən son məlumata görə emosional taksonomiya insanın affektiv hisslər sahəsini ifadə edir, sadə hisslərdən daha mürəkkəb hisslərə doğru dəyişməni ifadə edir. Ən sonda hissin özünkiləşməsinə səbəb olur. Bu o deməkdir ki, insanın münasibəti sırf özününki olur, yəni aktyorluq etmir, artıq burada təbii olur. Emosional taksonomiyanın 5 səviyyəsi vardır bildiyiniz kimi. İlk olaraq qəbul etmə mərhələsidir. Qəbul etmə mərhələsində informasiyanı qəbul etmək üçün şagird həvəsli və diqqətli olmasını ifadə edir. Bunun üçün müəllimləri stimullaşdırma üsullarından istifadə edir. Deməli, bu necə olacaq müəllimlər? Mən mövzunu izah edirəm. Qarşı tərəf, yəni sizlər məni dinləyirsinizsə, diqqət var sizdə, həvəs varsa, diqqətlə, həvəslə dinləyirsinizsə, bu zaman qəbul etmə mərhələsi olacaq. Və yaxud da sizlər məni dinlədiyiniz zaman orada özünüz üçün qeydlər aparırsınızsa, yenə də qəbul etmə mərhələsi olacaq. Daha sonra qəbul etmə mərhələsindən sonra cavab vermə mərhələsi gəlir və burada isə şagirdin dərs boyunca aktiv olmasını, bilmədiyini rahat soruşa bilməsini ifadə edir. Bu da nə deməkdir? Müəllimlər, az öncə qəbul etmə mərhələsində qeyd etdim ki, sizlər əgər diqqətlə dinləmə varsa, diqqət müəllimdədirsə, bu zaman qəbul etmə olur və müəllimə sual ünvanlayırsa, artıq demək ki, qəbul edib cavab vermə mərhələsindədir. Bəli, sual ünvanlayırsa, cavab vermə mərhələsi hesab edilir və daha sonra cavab vermə mərhələsinə aid olacaq hər hansısa bir tapşırıqları veririksə və bu zaman şagird onu yerinə yetirib müəllimə təqdim edirsə və yaxud bilmədiklərini müəllimdən soruşursa, yenə də cavab vermə mərhələsi olacaq. Digəri isə dəyərləndirmə mərhələsidir. Burada isə şagird hansısa obyekt, fikir, davranış və yaxud məlumatın dəyərini mühakimə edir. Bu dəyəri öz davranışında necəsə ifadə edir. Deməli, müəllimlər, dəyərləndirmə mərhələsində həm də empatiya hissi olacaq. Yəni, burada şagird başqalarının hiss və düşüncələrindən agah olacaq. Yəni, özünü başqalarının yerinə qoya bilmək bacarığı bu empatiya hissidir. Deməli, burada dəyərləndirmə mərhələsində artıq şagird digər şəxsləri kənardan müşahidə edib, özü üçün daha doğrusu dəyər müəyyənləşdirəcək burada və bu zaman da həmin dəyəri öz davranışında necəsə ifadə edəcək. Yoldaşlarını kənardan, yəni ki, müşahidə edəcək və orada görəcək ki, məsələn, yoldaşı hər hansısa bir getmək istədiyi yerə getmir və bu zaman o artıq özünü onun yerinə qoyub, empatiya hissi dedik axı. Deməli, özünü onun yerinə qoyub, özü nədənsə imtina edə bilər ki, əsas yoldaşı üçün yaxşı olsun. Deməli, bu əlbəttə ki, dəyərləndirmə mərhələsi olacaq. Digər isə təşkil etmə mərhələsidir. Dəyərləri müqayisə edə bilir. Burada təşkil etmə mərhələsində öz dəyərlərinə uyğun olaraq seçim edə bilir. Məsələn, televizorda futbol matçını seyr etməkdənsə, sabahki dərslərə hazırlaşmağı daha üstün hesab edir. Təşkil etmə mərhələsində olan şagird bu mərhələ metakognitiv biliklə daha sıx bağlıdır. Bəli, dərsi keçdiyimiz zamanda qeyd etdim ki, metakognitiv bilik qeyd etdiyimiz kimi strateji bir bilik idi. Deməli, burada da özü üçün dəyərlər müəyyənləşdirirsə, bu zaman əlbəttə ki, olacaq təşkil etmə mərhələsini, özünü qiymətləndirmə, özü üçün nəyin yaxşı, nəyin pis olduğunu müəyyən edə bilirsə, yenə də təşkil etmə mərhələsi olacaq. Ən sonuncu isə xarakterizə etmə mərhələsidir və burada isə deməli, şagird artıq tam hazırdır, universal düşüncəyə malikdir, ardıcıl və proqnozlaşdırıla bilən davranışa sahibdir. Bu, onun aydın xarakterə, dəyərlər sisteminə sahib olduğunu ifadə edir. Məsələn, bütün sinif şagirdləri bilirlər ki, Əhməd yalan danışmaz, çünki onun elə bir xasiyyəti yoxdur. Həmçinin hamı bilir ki,
Əhmədə belə böhtan atılması onu küstürə bilər. Bu o deməkdir ki, Əhmədin bəlli bir xarakteri var. Deməli, hamı onu bu cür tanıyır. Bu onun vərdişə çevrilmiş və dəyişməz qaydalarıdır. Əlbəttə ki, bu olacaq xarakterizə etmə mərhələsi. Açar sözləri isə həmişə, daima, ənənəvi olaraq həmişəki kimi o cür tanımaq, yəni bu kimi sözlər artıq xarakterizə etmə mərhələsinin açar sözləri olacaqdır. Digəri isə müəllimlər, psixomotor taksonomiya, yəni bu hərəki fəaliyyətlər deməkdir. Psixomotor fəaliyyət dedikdə fiziki bacarıqlar, yəni hərəkətlər nəzərdə tutulur. Hər bir hərəkət fəaliyyətində də səviyyələr vardır. Əvvəlki variantda psixomotor taksonomiyanın 7 səviyyəsi var idi. Son dəyişikliyə görə isə həmin 7 səviyyə daha da təkmilləşdirilərək və ümumiləşdirilərək artıq bizə 5 səviyyədə ifadə olunmaqdadır. Həmin səviyyələrdə artıq biz görürük. Deməli, ilkin olaraq imitasiya mərhələsidir ki, burada şagird hərəkəti canlı müşahidə edir və təkrarlayır, yəni təqlid edir. Məsələn, müəllimin göstərdiyi hərəkəti təkrar edir, videoya baxıb hərəkəti təkrar etməkdə yenə də imitasiyaya aid edilir. Deməli, müəllimlər vizual olaraq, yəni görüntü olaraq görüb müəllimi etdiklərini təkrar edirsə, bu zaman imitasiya mərhələsi olacaq. Bu o deməkdir ki, düşünün ki, şagird hər hansısa bir rəqs müəllimi tutaq ki, rəqs edir və şagird onun rəqsini izləyir, görüntü olaraq, vizual olaraq izləyir, daha sonra onun etdiyi hərəkətləri təkrar edirsə, bu zaman əlbəttə ki, imitasiya mərhələsi olacaq. Daha sonra manipulyasiya mərhələsi, digər mərhələ. Burada isə şagird hərəkəti canlı müşahidə etmir, amma təlimat kağızına baxır, orada yazılanı ardıcıl yerinə yetirir, yəni burada əyani nümayiş yoxdur. Şifahi və yazılı təlimat yol göstərir. Məsələn, müəllim şifahi deyir, şagird eşitdiyi kimi hərəkət edir və yaxud başqa bir nümunə. Uşaqlar üçün kinder yumurtalarından çıxan oyuncaqların təlimat kağızı olur. Ona baxıb oyuncağın hissələrini quraşdırırıq. Deməli, bu video təlimat da bura aiddir. Ümumiyyətlə, video təlimata da, yəni hərəkəti edir. Video təlimat, ümumiyyətlə müəllimlər, yazılı təlimat, video təlimat, şifahi təlimat, ümumiyyətlə təlimat sözünü görürüksə, biz bu əlbəttə ki, aid olacaq manipulyasiya mərhələsinə. Yadımızda qalsın, yazılı təlimat və şifahi təlimat. Yəni söz olaraq da bunu deyə bilərik, ona əsasən təlimat verə bilərik, ona əsasən icra edirsə bu fəaliyyəti manipulyasiya mərhələsi olacaq. Digəri isə dəqiqlik mərhələsidir. Burada əvvəlki səviyyələrdən fərqli olaraq heç bir qaydaya baxmadan hərəkətin icrası səviyyəsidir. Şagird müəllimin göstərişi və təlimatı olmadan çalışır. Bu zaman şagird öz təcrübəsini işə salır. Dəfələrlə cəhd edir. Hər bir cəhd zamanı səhvlərini daha da minimuma endirir. Çalışır ki, digər təbiiləşmə mərhələsinə gəlib çata bilsin. Bunun üçün o dəfələrlə yəni ki, etdiyini dəfələrlə edir ki, təbiiləşmə mərhələsinə gəlib çata bilsin, özünü yəni ki, mükəmməlləşdirir, səhvlərini minimuma endirir. Bu əlbəttə ki, dəqiqlik mərhələsi olacaq. Digəri isə artikulyasiya mərhələsi. Burada isə şagird yenə də müstəqildir, müxtəlif fəaliyyətləri birləşdirə bilir, əvvəlki səviyyədə olduğu kimi çalışır, lakin bu səviyyədə ardıcıllıq, dəqiqlik və surət əsas rol oynayır, hərəkəti və ya bacarığı yeni vəziyyətlərə uyğunlaşdırmaq üçün dəyişir. Bu səviyyədə zehni gərginlik duyula bilir, işin həyəcanı hiss oluna bilir, yeni icad etdiyi cihazı təqdim etmək də buraya aiddir. Deməli, müəllimlər, artikulyasiya mərhələsində müxtəliflik var. Müxtəlif fəaliyyətləri bir arada yerinə yetirirsə, bu olacaq artikulyasiya mərhələsi. Məsələn, tutaq ki, müəllim şagirdə layihə işi tapşırıb, şagird bu layihə işini yerinə yetirən zaman videodan istifadə edir, səsdən istifadə edir, şəkillərdən istifadə edir. Diqqət etsək, müxtəlif fəaliyyətləri bir arada etdi. Bu zaman əlbəttə ki, olacaq artikulyasiya mərhələsi. Yaxud da ki, handbolçu, futbolçu yaxud
topu qapıya ötürmək üçün müxtəlif manevrlərdən istifadə edir. Yenə də müxtəliflik varsa artikulyasiya mərhələsi olacaq. Digəri isə təbiiləşmə mərhələsi. Burada isə təbiiləşmə mərhələsində bu səviyyədə hərəkətlər daha avtomatikdir, vərdiş halına gəlmiş kimidir. Bundan əvvəlki səviyyədə görülən işlər yerinə yetirilir, amma gərginlik olmadan, narahatlıq olmadan. Yəni burada artıq nə gərginlik var, nə narahatlıq var. Fiziki və gərginlik, zehni gərginlik olmur burada. Yəni ki, hər hansısa biz vərdiş etdiyimiz hərəkətləri icra edərkən narahatlıq keçirmirik. Çünki onu mükəmməl şəkildə yerinə yetiririk. Artıq o qədər etmişik ki, təkrar-təkrar bu artıq bizdə mükəmməlləşib, artıq avtomatikləşib. Yəni bunun üçün nə zehni gərginlik keçiririk, nə fiziki gərginlik. Yəni heç bir həyəcan olmur. Deməli bu artıq təbiiləşmə mərhələsidir. Təbiiləşmə mərhələsinin açar sözləri həmişə, daima, ənənəvi olaraq həmişəki kimi o cür tanımaq, yəni bu kimi sözlər təbiiləşmə mərhələsinə aid olacaq. Ümumiyyətlə, müəllimlər, fikir verdinizsə, emosional və psixomotor taksonomiya haqqında sonda verdiyimiz açar sözlər eynidir. Yəni, xarakterizə etmə və təbiiləşmənin açar sözləri eyni ola bilər. Bu zaman cavab variantlarına əsasən qərar veririk. Əgər bəndlərdə emosional səviyyələrdirsə, bu zaman xarakterizə etmə. Yox, əgər psixomotor səviyyədirsə, deməli təbiiləşmə bəndini axtarmalıyıq. Yəni diqqət etməliyik ki, bizdən hansı səviyyəni soruşur? Bizdən taksonomiyanın deməli emosional səviyyəsini soruşur və yaxud da ki, psixomotor səviyyəsini. Buna diqqət edirik və ona əsasən də müəyyənləşdiririk ki, bu təbiiləşmədir, yaxud da ki, xarakterizə etmə mərhələsidir. Belə müəllimlər, məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.